Bu, ayın ən güclü 5 döyüş və yarış filmi 5 Fast X, küçə yarışları, ailə dramı və partlayış dolu səhnələrlə Fast X adrenalin sevənlər üçün əsl tamaşadır. Dom Toretto və komandası bu dəfə daha təhlükəli düşmənlə üz-üzə qalır. Sürət, risk və emosional qarşıdurma filmi daha da gərgin edir. 4 Gran Turismo, real hadisələrə əsaslanan bu film oyuncudan peşəkar yarışçıya çevrilən gəncin hekayəsini göstərir. Tras səhnələri inanılmaz dərəcədə real çəkilib və yarış atmosferi tamaşaçını birbaşa sükan arxasına aparır. 3x3 ringdə sərt və amansız döyüş səhnələri ilə 3x3 boks sevənlər üçün ideal seçimdir. Keçmiş dostla qarşıdurma həm fiziki, həm də psixoloji mübarizə filmi daha təsirli edir. 2 Mortal Kombat ölümcül turnir, xüsusi güclər və brutal döyüş səhnələri ilə Mortal Kombat əsl döyüş filmidir. Hər döyüş səhnəsi vizual effektlərlə daha da gücləndirilib. 1. EF1, Zimmovie, Formula 1 dünyasında keçən bu film yüksək sürət, risk və real yarış atmosferi ilə seçilir. Tras səhnələri və kamera bucaqları tamaşaçını yarışın içində hiss etdirir. Bu idi bu ayın ən güclü döyüş və yarış filmləri. Əgər adrenalin damarlarınızda axtısa, videoya like atın. Daha çox sürət, daha çox döyüş və ən güclü film siyahıları üçün Film Trigger kanalına indi abunə olun. Sizcə zirvəyə hansı film layiq idi? Fikrinizi şərhlərdə yazın. Film Trigger, adrenalin burada başlayır.